Növbəti spikerlərimiz, təbii ki, işə məmnun olmam mən. Siz hər biriniz ayrı-ayrılıqda bilirəm ki, sinirdən danışacaqsınız. Buyurun, necə istəyirsiniz? Təbii ki, ekspertlər, təbii ki, ekspertlər bugün təşkilatlanmanın bu sahədə tədris verən həm fiziki şəxslər, həm mülki şəxslərin təşkilatlanmanın faydalarından danışacaqlar. Buyurun mənim. Bir daha salamlayıram hamını. Bəli, düşünürüm ki, bizim çünki bir slaydımız yox, bir şeyimiz yox. Mən istəyərdim bundan öncəki o paneldə olan çıxışçıların vergi mövzusuna bağlı bir reaksiya verim. Çünki sual vermə fürsəti olmadı. Sual mərhələsi çıxışdan sonra olacaqdır, düzdürmü? Yəni bizim burada keçirdiyimiz bu yığıncaq deyədə bu tədbir formal xarakter daşınmalıdır ki, çıxdıq hamımızın sizi məruz edildik, getdik. Yəni bu heç kimi mənim maraqlı deyil. Buradan mən istəyərdim ki, bir düşüncə ilə də hamımızın nələrsə özümüz üçün götürək. Bax, şəxsən mən də bir iş adamı olaraq bu vergi hissəsinə qulaq asanda qorxu yaranır da insanlar. Sən bax, bunu eləməsən, bax, gələcəyik, alacağıq, düşünmə ki, sən düz işləyirsənsə, sanksiya yoxsa, orada da sanksiya var, burada da sanksiya var. Burada da, yəni, belə məncə ümumiyyətlə iqtisadiyyat inkişaf edə bilməzdir. Bu qorxularla sanki də biz istəyirlər ki, yəni belə olmamalı. Deyilsə də, hörmətli Tural mənim dedi ki, vergi ilə, sevgi ilə, yəni mənə görə heç sevgi yoxdur. Məsələn, səmimi sual verim, xahiş edirəm, hamı səmimi cavab versin, əlin qaldırsın. Kim vergi ödəmək istəyir, əlin qaldırsın. Azlıq təşkil. Okey, yəni nəsə xətir əl qaldırdıq ki, ödəyək də. Bax, nümunələr gətirildi, nə bilim, Tayvandan, nə bilim, hardan, oradan, buradan və s. Amma niyə nümunələr gətirilmir ki, məsələn, Körfəz ölkələrində, məsələn, Kuveyt kimi, nə bilim, Bəhreyn kimi, Oman kimi və s. Yəni, Ərəb əminin özünü belə götürsək, dövlət səviyyəsində ümumiyyətlə vergi yoxdur. Yəni, necə olur da ki, məsələn, onlarda vergi olmaya, dünyanın ən zəngin ölkəsi sayılırlar, amma o vergi olan sistemlərdə baxanda hər şey qorxu ilə, hər şey, nə bilim, qorxusturmaqladır. Demirəm ki, yəni, ödənməməlidir, bəzi şeylər var ki, mütləq orada olmalı. Amma məsələn, şəxsən özümə görə düşünürəm ki, mən niyə gedib marketdən yemək alıram özümə? Mən niyə ona görə vergi ödəməliyəm 18%? Mən yəni öz qidamı almaq üçün, öz paltarımı təmin eləmək üçün, mən niyə gedib o vergini ödəməliyəm? Elə bir ki, sanki hər xərclərimdə, mənim xərcimdə mən hələ vergi ödəməliyəm. Yəni, bu hələ istehlakçı olaraq deyirəm. Bütün şirkətlərin o vergilər, ƏDV vergisini ən azı bir növü götürəm. Hamısı gəlir, əhalinin üstünə yüklənir. Əhali onu daşımağa çalışır. Hamıdan narazıdır. Yəni, desən ki, burada razı şəxs var, yəni o süni deyəcək ki, mən razıyam. Baxsan reallığa, əksəriyyət deyir ki, mən ölkədən getmək istəyirəm. Bilmirik, gedəcək ölkədə vəziyyətdən təbii. Amma deyib, bir dənə buradan qaçın gedim də. Yəni, biz eləyə bilərik ki, bizim ölkəmiz, hamı burada deyir ki, nümunə olaq, nə bilim, Asiya ölkələr arasında, yaxın şərqdə və s. və axırda, həqiqətən də nümunə ola biləcək bir ərazidə yaşayırıq da. Bizə Allah-Taala elə bir neymət verib ki, bu kiçik balaca bir ərazidə məktəbdən öyrədilər də bizə ki, 11 iqlimdən nə bilim 9-u var. Deməli, burada nə istəyirsən var, neft var, qaz var, təbii sərvətlərin hər növ var, qızılı var, gümüşü var, nə bilim, tarlalar nə qədər istəyirsən var. Yəni, mən onun tərəfdarı olardım ki, məsəl üçün, Tural mənim burada da yoxsa gedir, ümumiyyətlə, vergi ilə əlaqəsi olanlar, vergi xidmətində olanlar bu modelə də bir diqqət yetirsinlər də. Necə eləyək ki? Bax, nə bilim, sən Dubaya pul köçürdün, bax, filan maddə, bax, bildirməsən 100% səni cərimələyəcək. Xəbərimiz var ki, ümumiyyətlə, Dubay dünyanın milyonçuların yığıldığı, yəni ən çox milyonçunun yığıldığı bir şəhərdir. Dubay şəhərdir də, ölkə deyil. Orada Ərəb əmirliyidir, 7 əmirlikdən biridir və onların, bilirsiniz, xəbəriniz var ki, xoşbəxtlik nazirliyi var. Belə bir nazirlik var, xoşbəxtlik nazirliyi. Təsəvvür nə deməli? Yəni, onlar iddia edirlər ki, Dubay dünyanın ən xoşbəxt şəhəridir. Siz Dubayda olmuşsunuz da, yəqin ki də. Orada daşdan, sementdən, nə bilim, divardan başqa bir şey yoxdur. Yəni, süni bir şərait yaradılıb, təbiət deyilən bir şey yox, səhrada bir özləri üçün cənnət qurublar da. Yəni, Azərbaycan nə qədər gözəl bir ölkədir, nə qədər yəni Azərbaycanda sərvətlər, neymətlər var. Necə olur da ki, onlar orada torpağın, quru torpağın üzərində, yəni səhrada elə bir iqtisadi bir fenomen yaradırlar, biz onu eləyə bilmirik. Niyə millət hamısı gəlir ora? Yəni, o istisinin təsəvvür eləyə bilirsiniz, yoxsa yox, bilməm siz, yəni olmuşsunuz da, yəni ki, yayda olun bir dəfə orada, qışda yox, hamı gedir, qışda, dekabrda hava yaxşıdır, bir yayda olun, görün,
dözümlüdürmü yoxsa yox. Amma niyə o istəyə belə rəğmən hamı ora gedir. İş adamları axışır ora, şirkətlər ora. Çünki vergi yoxdur da orada. Vergi yoxdur. Və necə bəs onlar iqtisadiyyatı təmin edirlər? Məsələn, bu da bir modeldir də. Şirkət təsis edirsən, təsis haqqı ödəyirsən və illik o lisenziya yenilənməsi ödəyirsən. Və salam qutarıb getdi. İstəyirsən 5 manat qazan, istəyirsən 10 milyard qazan. Sənin qeydiyyat haqqın, yəni balacası da böyüdü, eyni qiyməti ödəyir. Yəni sən elə bil ki, dövlətə rüsum ödəyirsən, fəaliyyətin nəticəsi asılı olmadan. Burada nə baş verir? Hə, güya ki, verginirsən, qazanarsan ödərsən, qazanmazsan ödəmərsən. Baxsaq büdcədən hansı məbləğdə vəsait vergi xidmətinin ümumiyyətlə saxlanmasına xərclənir. Nə qədər işçi var orada, nə qədər sistemlər var, nə qədər nəzarət ilə yayınma yoxdur, super yayınma var. Ən böyük iri şirkətlər ən az vergi ödəyirlər. Ümumiyyətlə nəinki bizdə, dünyada. Baxsaq milyonçuların o qədər verilişlər var, sosial mediaların hesabına öyrənirik də bunu. Yaxınlaşır, siz neçə milyonçu olmuşsunuz, birinci milyonunuzu neçə yaşda qazanmışsınız, nə bilim, bu il nə qədər olub, deyir milyonlar, milyardlar qazanmışsınız, vergi nə qədər ödəmişsiniz, 0. Necə? Yəni vergi ödəməməyin yolları da var da, qanuni olaraq özdə, xərclərindən nə bilim nə istəyir, onu nə bilim nə ilə mənfəət, buradan nə bilim iyanələrə köçür, fanalərə, bəs məkanələ. Yəni məncə model dəyişməlidir, yəni düz model deyil də, bu dəyişməlidir. Model elə model olmalıdır ki... Şimdi onda bizim məsuliyyətimiz qalmaz ki, onda mühasibə. Yox, əksinə, mühasiblərin işi olmalıdır, müəssisənin fəaliyyətinin nəticələrini düzgün ölçmək. Yəni mənfəət vergisi, yəni orada demirəm ki, olmaz. İstifadəçiyə düzgün məlumat olur. Hə, yəni məsələn, deyək ki, Ərəb Əmirliyini o qədər sıxışdırdılar dünya səviyyəsində ki, siz neyinirsiniz də, yəni bütün Avropa biznes adamları, Amerika biznes adamları, hamısı yaxlaşır ora. Bu nədir belə? Orada gedirlər, Avropada bilirsiniz ki, ən yüksək vergi dərəcələri oradadır da, yəni 40%, 50%. Yəni gəlir vergisi, şəxslərin qazancından verilən vergilər çox yuxarıdır. Düzdür, onlar kompensasiya edirlər ki, sosial təminatlar yüksəkdir və s. və laxırdır. Amma ona baxmayaraq yenə də insanlar oradan qaçırlar və o istidə yaşamağa maraqlıdırlar. Bilirik də ki, ilin nə bilim yarısından çoxunu sən öz ölkəndə yaşamırsansa, sən oranın vergi rezidenti deyirsən, harada yaşayırsansa oranınsan. Bunlar bilir ki, mən Dubayda yaşayıram da, mən Almaniyalı olsam da Alman pasportu, Amerika pasportumda olsa, mən 183 gündən çox Ərəb Əmirliyində yaşamışam. Deməli, mənim vergilərim orada ödənməməlidir, Ərəb Əmirliyində ödənməlidir, Ərəb Əmirliyində vergi yoxdur. Və salam. Yəni, biz məncə istəyiriksə nəsə düzəltməyə, bunun kökündən düzəltməkdir də. Yəni, səbəb nədir? Biz elə bir ki, qayda qoyuruq, qanun qoyuruq, nə bilim, bu maddə hələ falan, bəs məkan industriya yaradıq da özümüz üçün. Vergi, nə bilim, imtahanı çıxartdıq, gəlin, vergi imtahanını hazırlaşaq, əzbərləyirik hamısını. Niyə də, yəni də, niyə? Yəni, bunun başqa bir modelini düzəltmək olar ki, o modeldə İstəyirsən kömək eləməyə, bütün millət hamısı xəstələr, baxırsan nə qədər minlərlə qabağın, sosial mediada qabağa şey çıxır ki, ay xəstəyəm, falan şey kömək eləmə. Yəni, geçsinlər o kömək eləsinlər. Yəni, dövlətin vəsaitləri əslində yetər ki, bütün o sosial təminatlar təmin olsun. Digər şeyləri necəsə başqa cür eləmək. Yəni, o model öyrənilsin. Mənim tövsiyəm budur ki, o model öyrənilsin. Amma yəni, nədirsə odur, deyək ki, ideal bir sistem var, deyil ideal sistem. Bunu nə qədər də ideallaşdırmaq istəsələr, nəzarəti artırmaq istəsələr, cəzaları yüksəlmək istəsələr, məncə yəni o istədiklərini əldə edə bilməyəcəklər. Bizim o ki, qaldı öz məsələmizə, yəni məsuliyyətli mühasib məsələsinə. Xatırlayıram ki, ACCA-də əvvəlki köhnə pillələrinə görə P2 imtahanı gedirdi. O imtahanı hazırlaşanda, deməli, ethics modulu var idi orada, yəni etika mövzusu var idi və bir imtahanda bir sual var idi. O sualı sonra mən dərslərdə universitetdə tələbələrə verirdim və Azərbaycanın bir nömrəli universitetində o magistr dərəcəli tələbələrə o sualı verəndə inansız qrup bölündü 2 hissəyə. İndi istəyirəm eyni sualı burada verim. Burada da çox güman ki, elə düşünüləcək. Məsələn, təsəvvür edin ki, bir xanım ACCA imtahanını verib, oxuyub, illərdə özünə sərmayə yatırıb və s. Gəlib orada ACCA member və o hazırda böyük bir, iri bir şirkətdə vice president deyək də, həm CFO vəzifəsi var onun, maliyyə deyək ki, müdürüdür və eyni zamanda da şirkətin rəhbərinin müşaviridir və böyük milyonlarla, 100 milyonlarla olan dəyər olan bir tender keçirilir və həmin xanımı peşəkar olduğuna görə, maliyyədən yaxşı başa çıxdığına görə həmin tender komissiyasına sədr təyin edirlər ki, yəni tenderə görə sən məsuliyyət daşırsan və tenderin nəticəsində 3 şirkət short-listə düşür, yəni qısaldılır, yekun 3 şirkət qaliblər ola biləcək, yəni siyahıya düşür. Və burada elə bir ki, birinci ən böyük şirkət var, ən iri şirkət var, onların göstəriciləri çox yuxarıdır. İkinci də pis deyil, üçüncü də ondan da biraz zəif
İkinci şirkətin kontakt bir adamı o xanıma müraciət edir ki, onlar işdən sonra sizlə gedə bir kofe içək. Bunlar gedirlər, görüşürlər və deyir ki, biz bilirik əslində bizim rəqibimiz kimdir də, yəni bu rəqib bilirik ki, yəni onlar bizdən güclüdürlər, amma onların gücü sadəcə onların il təcrübəsi bizdən çox olmasıdır da. Bizim iş keyfiyyətimiz onlardan heç də zəif deyil, bizim də çoxlu təcrübələrimiz var. Gəlin biz sizinlə razılaşaq da, biz sizə belə bir dəfəlik, yəni mükafat olaraq elə indidən məsələn $100.000 təklif edirik. Yəni orada o udduq, bu udduq, yəni sizin üçün heç bir fərqlənməyəcək də. Və bu xanım bəli, mükafat adını qoyurlar ki, səni mükafatlandıracağıq, yəni o şirkət oldu, bizi seçin, yəni sizin qərarda sizdən asılıdır çox şey. Və sualda belə bir məqam var, hamı gözlükən də qəbul edərsən, eləmərsən də, yəni belə bir sual olacaq da, yəqin ki, eləmir. Və orada ssenaride biraz daha da açıqlayırlar ki, deməli, xanımın əslində həmin anda çox çətin bir məqamda idi, tək özü və anası var, başqa heç kim yoxdur və anası çox ağır xəstəliyə tutulub, xərçəng xəstəliyinə və ona ağır bir əməliyyat olunmalıdır və bu xanımın o əməliyyatı keçirməyə imkanı yoxdur öz hesabına. Ona görə qalıb belə dilema qarşısında və təbii ki, time-out götürür ki, düşünsün və s. və axır və düşünür ki, öz-özünə belə əsaslandır ki, mən elə bu gün üçün hazırlaşmışam da, yəni mən elə bu həmin fürsət üçün oxumuşam da, bu qədər mən özümə yatırmışam vəsaitlər, nə bilim, bilik əldə eləmişəm ki, elə bu məqama gəlim çatın da, yəni bu fürsətdən istifadə edeyim və təbii orada deyilmir ki, qəbul edilmir və sual açıq qoyulur ki, sizcə siz bu təklifi qəbul edərsiniz, yoxsa qəbul eləməzsiniz. Qəbul edərsinizsə, niyə qəbul edərsiniz? Qəbul etməzsinizsə, niyə qəbul etməzsiniz? Yəni, bu sualı mən auditoriyaya verdim. Burada istəmirəm hamını test edeyim. Auditoriya yarı bölündü. Bəziləri dedilər ki, necə anamız bizim, yəni bir anamız var, ona canımız qurban, hər şeydən keçərəm. Bir də yox eləmərsən və s. və axı. Biz əslində anlamalıyıq ki, bilirik ki, olmaz eləmək. Standartlara görə, nə bilim, davranışa görə, etik davranışa görə eləmək olmaz. Amma niyə də, yəni niyə eləmək olmaz? Və açılışda Radim müəllim dedi ki, məsələn, məsuliyyətli mühasib nə deməkdir? Yəni, necə olaq? Yəni, nə eləməliyik ki, biz məsuliyyətli olaq da? Hər bir şeyin arxasında bir hesabat var da, düzdür? Bir hesabat var. Yəni, məsələn, orada əgər razılaşmış olarsa, onun bədəli olacaq mütləq onun üçün. Necə bədəl olacaq? Yəni, deyə bilər ki, bir dəfə eləyim, sonra eləməyim də mən bunu. Yəni, bir dəfə razılaşım, bundan sonra razılaşmıyım. Ona razılaşmaqla öz hökmünü vermiş olur. Çünki növbəti dəfə elə bir vəziyyət gələndə ona qarşı istifadə ediləcək artıq orada bir alibi var da. Yəni, ona qarşı istifadə ediləcək, o artıq keçir qalmağa. Yəni, sən növbəti dəfə istəməsən belə, deyəcək, istəmirsən, sən eləmirsən onu və bu bizim əlimizdə bir sənə qarşı istifadə edəcəyimiz alibidir. Yəni, özümüzü qaydaları pozmaqla və yaxud da o etik davranış normalarını pozmaqla biz özümüzü gətirib salırıq çətinliyə. Odur ki, təşkilatlanmaya gəlsə, təşkilatlanma mövzusuna gəlsə, biz Radim müəllimlə tez-tez bu mövzularda danışırıq. Tədris mərkəzi olaraq biz başlayanda məsələn də görürük ki, ildən ilə zamanında az idi tədris mərkəzindən sayı, indi maşallah olsun nə qədər tədris mərkəzi var. Mən həmişə vurğulayıram ki, əgər hansısa bir şəxs, müəllim, çünki tədris mərkəzini açan müəllim olur da, yəni heç məsələn müəllim olmayan tədris mərkəzinin iş mexanizmindən xəbəri olmayacaq da. Bir müəllim əgər istəyirsə bir tədris mərkəzi yaratmağa, o əgər brendləşdirə biləcəksə onu, həqiqətən də ortaya bir keyfiyyətli bir iş qoya biləcəksə, onda onu eləməyə mən alqışlayaram. Amma buradan məsəl üçün işləyib, yaxşı, rahat əslində bu birləşmədən danışırıq da hamımız, düzdürmü? Deyək ki, bir tədris mərkəzində nə var? Müəllimlərlə həmin təşkilatın təşkilatçıları ilə, rəhbərlərlə bir iş birləşməsi var da. Bu bir gücə gətirir də, artıq bir komanda formalaşır. Amma biri ayrılıb gedib rəqabət təşkil etmək istəyəndə, yəni yaxşı bir əslində keyfiyyətli iş görəcəksə, lap gözəl, bu industriya xidmət edəcək. Amma yox, o işi pozacaqsa, ada ləkə gətirəcəksə, nə bilim, keyfiyyətsiz bir iş görəcəksə, bunu eləməsinlər. Yəni, elə bir təşkilatda qalsınlar, o bir təşkilata, necə deyərlər, güc versinlər, özləri də oradan güc qazansınlar. Çox sağ olun diqqətinizə görə, minnətdaram, təşəkkür edirəm. Təşəkkür edirəm. Maraqlı çıxışa görə həqiqətən. İmkan olsa daha çox sizə qulaq asardıq. Nəsə, vaxt imkanları vermək. Buyurun.
Loğman müəllim, sizin Valla bu xoş təşkilatlama faydaları ilə bağlı, təbii ki, xoş ekspertlərin bu Düşünürəm, mən ayaq üstə çıxış eləsəm daha yaxşı olar, çünki müəllim auditoriyada məcburən ayaq üstə olur. Oturaq danışırsa, o müəllim olaraq funksiyasını yerinə yetirmədə biraz məhdudiyyət yaranır. Mənim müəllim həmkarım razılaşar, bizim gedişatımız bundan irəli gəlir. Əziz dostlar, mən həyatımın 30 illik təhsil olan bir adam kimi sizə deyirəm. Bax, burada elə bilirəm ki, bir anlığa, bir ay sonra deyəm və sizlərin qarşısındayım. Və gəlin barışaqın ki, nələri problem kimi ortaya atsaq da, o həyatı biz yaşamalıyıq və reallığımız budur. O reallığın içərisində birinci başlanğıc haradan ortaya çıxır? Elə məhz təhsil müəssisələrindən. Biz hamımız orta məktəb bitirəndən sonra, ali məktəbə girəndə özümüzə peşə müəyyənləşdiririk, ixtisas müəyyənləşdiririk ki, gələcək o belə gözə görünməz arzuların içində olacağı bir məbədgahın içindəyik. Yaxşı, pis hərə bir təhsilin içində olur. Bu məsuliyyət oradan başlayır. Biz müasir məsuliyyətdən qabaq birinci elə tələbə məsuliyyətinə malik olmalıyıq. Dərsi gecikməməliyik. Aparılan tədris uçot qaydalarına riayət eləməliyik. Bizdən asılı olacaq bütün yazılarımızı yazmalıyıq, oxumalıyıq və yekun imtahanımızı verəndə də sağ-sol nə qədər köməyimiz olsa da öz biliyimiz əsasında nəyə gücümüz çatır, onu əldə etməliyik. Birinci məsuliyyət oradan başlayır. Onu eləyə biləcəksə, sonra işləyəndə asan olacaq. Və əgər orada balaca vergüllər olacaqsa, Loğman müəllimlər, digər müəllimlər, köməkçi vasitələr ortaya çıxacaqsa, müəyyən uyğunsuz yanaşmalar olacaqsa, sonra peşədə də biz onun əziyyətini çəkəcəyik. Şəxsən mənim əməkdaş olduğum universitetdə, mən o kafedraya keçəndə, mən bir müddət nəzəriyyə kafedrasındaydım, sonradan müasir fəaliyyətinə bağlı keçəndim. Bax, orada birinci qarşımızda duran məqsəd o idi ki, biz birinci tələbəyə onu aşılamalıyıq ki, sən elə bir peşəyə sahib olursan ki, digərlərindən fərqli olaraq elə bugündən başlamalısan məsuliyyətli yanaşmağa. Başlamasan olmayacaq. Onda bizim köməyimizə kim çatdı? Bəli, tədrisin özəl sektoruna aid olan müəssisələr. Çünki nümunə onlar idi. Nümunə olaraq özəl təhsil müəssisələri ki var, hazırlıq mərkəzləri ki var, indi Barıçın olsun və yaxud Yatım olsun və s. və ilaxır. Onlarda bax, o deyiləcək məsuliyyət üzərində tədris həyatı keçirilirdi. O ab-havanı ali təhsil məsələlərinə gətirmək üçünsə, bunun üçün professor, müxtəlif titulu adlara malik olacaq insanlar yox, o həyat tərzini daha üstün tutan insanlarla əməkdaşlıq əsas idi. Mən keçən dəfə simpoziyumlara çıxışımda bildirdim, hətta o Köhnə Qafqazda bizim Mühəndis Universitetinin müəllimlərinə də minnətdarlıq elədim ki, mən ilk dəfə gedib onlarla görüşdüm oradakı, bax sizdəki o modeli bir mənə deyin, görüm nəticə. Biz onu gətirək Sumqayıt Dövlətdən kafedrada tətbiq edib, ələ başdan bildirim ki, mən dekan funksiyasından başqa Maliyyə və Mühasibə kafedrasına rəhbərlik edirəm və fəaliyyət olaraq da mühasib olaraq çalışıram. Birinci yanaşmanın əsası budur. Yəni, əgər məsuliyyətdən danışırsa. İkinci maraqlı məqam nədir? Gəlin, barışaqın ki, bu gün bazarda mühasib peşəsi ilə bağlı bağlılıq çoxdur. Məsəl üçün, mən, deyək ki, 7 ixtisas var da bizdə orada. O 7 ixtisasın üzərində maraqlı ixtisaslar var, orada layihələndirmə ilə bağlı, menecment fəaliyyəti, marketing və s. və ilaxır var. Amma sonda çox qəribədir ki, hamı yaxınlaşır ki, Loğman müəllim, tanıdığınız tədris mərkəzi hansı yaxşıdır ki, mən gedim orada mühasibatı öyrənim. Bilirsiniz, biz nə işlə məşğul olub, nə qədər hamını maraqlandıran bir sahə ilə məşğul olub. Bu gün PMT-yə tutaq ki, imtihana buraxırlar, ali təhsillər başa düşdüm mən, bunlar hamısı öz yerində, o da zərərli deyil. Amma onun üçün də müəyyən təhsil prosesinə qoşulmağa ehtiyac var və bunun üçün ali məktəblər ona hazırdırlar, hazır olmalıdırlar və hazırlığın da əsas mənbəyi bax, sizlərdə olan mütəxəssislərin cəlb olunmağıdır. Aqil Səfərov, yəqin ki, tanıyırsınız. Aqil Səfərov bizim institutda magistr kimi qəbul olundu, magistr kimi. Mən balaca bir zalda kafedra iclasında bildirdim ki, biz artıq deyəsən peşəkarlığa doğru başlayırıq getməyə, amma gələm tələbə idi, magistr idi. Artıq mən o müəssisədən bir nəfəri sanki bir uğurlamışdım, artıq özümüzə cəlb edə bilmişdim və bugün Radil Səfərov bizim universitetin saat hesabı müəllimidir. Və məndə olan məlumata görə Radil müəllim razılaşıb ki, biz bunu daimi eləyəcəyik. Yəni, arada istədilər qərar versinlər olması yox. Daimi olaraq o müəllim həm sizdə, həm bizdə çalışacaq. Çünki effekti böyük oldu. Və ya ikinci bir tərəfdə, bugün biz şərt qoyuruq ki, bəli, mühasib işləyən şəxs peşəkar statuslara malik olmalıdır. Lap yaxşı. Ona dəstəyən müəllim isə müəyyən ədəbiyyatlardan maariflənir. Bu kifayət etmir axı. Deməli, müəllim də peşəkarlığa doğru tələb olunan qaydaların içində olmalıdır. Yaşına baxmamalıdır. Canlı nümunəyə mən 50 yaşdan sonra mən imtahanlara qoşuldum və əsəbinin bütün mərhələlərini keçdim. Hətta imtahana gedəndə dedilər ki, yaxşı da indi vəzifə də var, müəyyən mühasibatı sahəsində fəaliyyətin də var, dostların da var. Dedim, yox. Öyrənəcəyimiz elə çox şey var. Hətta ingilis dili bilməməyimə görə o qədər pərt oluram çox məclislərdə ki, gələ elə vaxtında onu da öyrənəydim. Yəni, davamlı şəkildə bilgiyə getməyin məbədgahı ali təhsil müəssisəsidir. Həmin ali təhsil müəssisəsində nə qədər köklü şəkildə bugün reallıqda üstün olan müəssisələrlə əməkdaşlıq olacaqsa, nəticə etibarından əyləşən bütün mühasiblər öz peşəsinin məsuliyyətini bugünkü həyata uyğun olaraq hiss edəcəklər. Həyatın gerçəkliyindən kənara çıxa bilməzsiniz.
Min dəfə deyək ki, sevgi dolu vergi var. Xeyr, sevginin bir mənbədi var, hələ də onun içindəyik biz, onu vergiyə gətirə bilmirik. Hətta tələbə müəllim sevgisini belə doğrultmaq üçün bir göstərici burada imtahandır. Mən həmişə tələbələr deyirəm ki, nədənsə sizə yaxşı qiymət yazıda çox istəyirsiniz bizi. Bütün istəkləriniz onun üzərində qurulur. Yəni bunun marağında da vergi öhdəliyinin də formasında bu arzular olaraq qalır. Və yaxud deyək ki, mühasib olaraq bizim hamımızı maraqlandıran bir şey var da, mən təxminən 15 il mühasib işləmişəm, təhsildə ola. Yadımdadır, bizə yoxlama gələnə qədər məndən soruşurdu ki, ayla o məndə dərsin nə vaxt tutaracaq, yəni işə nə vaxt gələcəksən. Amma yoxlama vaxtı mən o sualı verən yox idi. Yoxlama vaxtı hamı yoxa çıxırdı, Loğman müəllim qalırdı və bir də o yoxlayıcı həyata keçirdim. Çox nüfuzlu bir adam olurdum. Yəni mənim üçün hətta xidməti maaşına qədər ayırırdılar ki, obyektlərə gedəsən, baxasan, necə olur ki, bu reallığımızdır, bundan qaça bilərik, biz qaça bilmərik. Amma ona uyğunlaşıb yaşamaq üçünsə, bəli, əgər tələbə mühitində, ali təhsil aldığımız vaxtda özəl və dövlət müəssisələrində, dövlət deyəndə ümumi təhsil müəssisələri arasında bağlılığı yarada biləcəksə, bu artıq uğurlu nəticəyə gəlib çıxacaq. Sumqayıt Dövlət Universiteti bu sahədə ilk addımını atıb. Mən şəxsən dekan təyin olunandan sonra ilk yaratdığım qurum Gənc İqtisadçılar Klubu oldu. Gənc İqtisadçılar Klubunu biz istədik mühasiblər klubu açaq. Dedim, Cumacalar üstündəki mühasibdir, özü onun üzərində qurur. Dedim, yox, gəlin Gənc İqtisadçılar Klubu olsun, amma bir şərt qoydum. Dil bilgisi olan gənclər cəlb olunmalıdır. Çünki bugünkü açarlıqlardan biri də odur. Və nəticə etibarən bir 20-yə yaxın tələbə yığışdıq. Biz 2 tədbir keçirdik. Həmin tədbirləri təbii ki, işıqlandırma vacibdir. Mən fəaliyyətin üstünlüyünü danışmıram, amma gedişat bildirmək istəyirəm sizə. Nəticə etibarən mənim yadımdakı rektor mənə axşam zəng elədi ki, bəyən bizdə ingilis dili bilən iqtisadçı tələbələr də var. Mən onu dəvət etdim ki, buyurun, 3-cü tədbirə gəlin. Həmin hissəni biz indi gəlib mühasiblər üçün keçirsək, çünki o klubun üzvlərinin hər biri elə ona görə gəlirdilər ki, onların ən çoxu maliyyə mühasibə sahəsində effektiv fəaliyyəti görmək istəyirdilər. Bizim təşkilatlamamız əsasında sabahları deyək ki, Bakı Hesabat Mərkəzi ilə, Barıçısından, İATM-lə və s. bu kimi qurumlarla biz birlikdə həmin təşkilatlamaya uyğun görüşləri davamlı şəkildə apara bilsək, tələbə biləcək onu sabah hara gözləyir, hansı müəssisələr gözləyir və nələr gözləyir, hansı uğurlar gözləyir. Bir dənə misal deyim sizə, Mehdi müəllim mən təzə işləyən vaxtı dəvət etmişdim. Mehdi müəllim bir dənə söz deyir ki, mən filan qədər, konkret bir məbləğ deyir ki, gəlirim var. Uşaqlar hamısı o qədər çıxışın içərisində o nöqtəni tutdular və mənə həmişə deyirlər ki, Loğman müəllim, biz mühasib olsaq həqiqətən o qədər pul alacağıq. Gördünüz, o mənbə, nöqtə hardan gəldi? Görüşdən ortaya çıxdı və axın yarandı. Bu axını idarə etmək üçünsə, bax, həmin görüşlərin sayı artmalıdır. Tələbə müəllim münasibətlərində bilikli kadrlarla əməkdaşlıq əsasında işgüzarlıq olmalıdır. Sizlərin yanına biz tələbələr göndəririk. Həmin tələbələr gələndə istehsalat təcrübəsinə uzaqlaşdırmayın. Bu yanınızda olsa, istəməsə də bir məcbur edin. Müəyyən bir formada o işin içinə girsinlər. Bu nəticə etibarindən onda uğurlu olacaq. Və mən şəxsən öz payıma, təbliğatıma paylarına bildirirəm ki, biz sizə ali təhsil veririk, amma mükəmməl praktiki təcrübə üçün mütləq tanınmış, brend xüsusiyyətinə malik olan tədris mərkəzlərində siz praktika keçməyə məcbursunuz. Bu ödənişli əsasda da ola bilər, ödənişli əsasda ola bilər. Məsəl üçün, İATM-imiz o sahədə yardım göstərib tələbələrimizin müəyyən bir hissəsi, hətta ödənişli əsaslarda da təlimlərdə olublar. Və bu nəticə etibarilə bugün o uşaqların içərisindən, indi burada bir neçəsi mənə yaxınlaşdı ki, Loğman, biz sizdə təhsil almışıq. Nə qədər adama qürur verdi ki, artıq onlar mühasib olaraq peşəkar dərəcədədirlər. Bəli, peşəkarlıq baxımından, məsuliyyət baxımından mənbə təhsildə tələbə məsuliyyətindən başlayır və ondan sonra isə vətəndə, millətinə olan sevgi üzərində davam edir. Sağ olun. Təşəkkür edirəm. Çox sağ olun. Çox sağ olun. Maraqlı çıxış idi. Mən belə anladım ki, təbii ki, siz daha çox universitetlərlə belə bir mərkəzlər, hansı ki, tədris sahəsində fəaliyyət göstərən müstəqil, kommersiya qurumu kimi və yaxud da ki, fərdi şəkildə fəaliyyət göstərən peşəkar təlimçilərin universitetlərə dəvət olunması, universitetlər tərəfindən, ali təhsil müəssisələri tərəfindən onlardan faydalanmaq və bu da gələcək mühasiblərin startı üçün, daha doğrusu onların eyni zamanda da həm də məsuliyyətini dərk edilməsi üçün yaxşı bir metodikadır, yaxşı bir taktikadır. Mən belə var. Mən özüm bəli Sumqayıt Dövlət Universitetində müəllimin dəvəti ilə getmişdim. Düz deyim, mən orada gəlirimi açıq elanladım. Mən demədim ki, mən milyonlarla gəlirim. Sadəcə inanma, balaca bir məbləğ dedim. Tələbələr dedi ki, doğrudan bu qədər qazanmaq olur ki, təbii ki, qazanmaq olur. Siz onu düz vurulursunuz ki, həqiqətən məndən eşitməyi orada yaxşı olur. Sağ olun, təşəkkür edirəm.